Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Yəni təqvalı olanınızdır. Uca böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla, yəni bu sifəti qazanmaq olar. Həqiqətən də hər bir müsəlman bu təqva sifəti ilə vəsiflənməlidir. Çünki cənnəti qazanmaq üçün ən başlı səbəb budur. Necə ki Allah Taala mübarək kitabında buyurur ki, həqiqətən də müttəqilər cənnətdədirlər. Din düşmənləri, Quran inkarçıları barəsində olan 102-ci videomuzdur. Hər zaman olduğu kimi dəyərli dinləyicilər paylaşmağa, bölüşməyə yaddan çıxarmayın. Çünki dəvətdə hər bir kəsin əməyi, hər bir kəsin rolu olmalıdır. Əgər dəvətçi danışırsa, videolar çəkirsə, kitablar yazılırsa, dini kitablar, onların paylaşımında, onların yayılmasında hər biriniz səbəbkar ola bilərsiniz. Bütün sosial şəbəkələrdə paylaşın və biz də öz tərəfimizdən halallıq vermişik bu işlərə. Deməli, bu dinsizlər yenə də yığışıblar. Təsəvvür edirsiniz, dəyərli dinləyicilər, hansı bir dövrana gəlmişik ki, dinsizlər yığışıb dindən danışırlar. Dinsizlər yığışıb İslam dininə, Allahın adından, onun Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellemin adından danışırlar. Biri yazıb ki, professor, din fəlsəfəçisi, obrusuna yazıblar ki, dosent, İslam fəlsəfəçisi. Hələ o bilmir ki, suyu içəndə sağ əlindən içmək lazımdır. Sol əlindən su içilmir. Təsəvvür edirsiniz, dəyərli dinləyicilər. Yəni İslam dinində Allah həmd olsun ki, hər bir müsəlman bilir ki, sağla yeməlisən, sağla içməlisən. Verəndə də sağla verirsən, solla isə yəni belə deyil, ayaq yolunda istifadə olunur. Yəni çünki sağ əl İslam dinində bəyənilən bir əldir. Bu insan İslam fəlsəfəçisi, nə bilim, professoru, din fəlsəfəçisi, bu hələ bilmir ki, suyu içəndə sağla içirlər, solla yox. Təsəvvür edin, bunlar yığışıblar Allahın adından, onun kitabının təhlil edilir və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsindən danışırlar. Dəhşət deyə, vallahi ki, yəni bizdə mən həmişə demişəm, yəni bizdə o sıravi qardaşlar var, hansı ki, Allah həmd olsun, Allah subhanahu ta'ala hidayət verib, onlar namaza başlayırlar. Andollah, bunların hər birisindən savadlıdır, hər birisindən bilir. O Caner Təslaman var, onun bir dənə üzünə baxın, o cibgirlər olur, onlara oxşayır. Yəni, bu dindən danışır. Vallahi ki, Türkiyədə, yəni bunların heç birini ciddiyə almırlar. Yəni, dindarlar Türkiyənin özündə bunların heç birini ciddiyə almırlar. Nə professor, nə fəlsəfəçi, bunların bildikləri sıfırdan aşağıdır. Bu günləri bu dinsizşünas, bu bizdəki, bunun mənəvi müəllimləri də ancaq bunlardan baxır, copy-paste edir. Bunları dartıb gətirir bura, yığıb gətirir bura, çıxardıblar televiziyaya. Elçin bəyə də buradan demək istəyirəm ki, Allah sizə də hidayət versin. Yəni, efirə, dindən danışmağa, elə bir insanlara çağırmaq lazımdır ki, o insanlardan dini bilikləri olsun, bir savadı olsun, o insanlar dindən danışa bilsinlər. Birini çıxartdı sonra vapşe dedi ki, mən Einstein'in yolu ilə gedirəm. Bu Einstein'in yolu ilə gedənin bu İslam dinində nə aidiyyəti var, Elçin bəy? İslamla nə əlaqəsi var onun? Nə bilim Allah subhanahu ta'ala hamımıza özü kömək olsun, bizləri islah etsin. Dinləyib baxaq görək, xırda cavab verək də bu bisavatlara. İslam dini her türlü tahkik sürecine bence cevap verebilecek bir güce sahip ve bu tahkik bence dinin içine karıştırılan belli hurafeleri ayırt etmemiz için de bir engel. Mesela şöyle diyelim. Yani bu demək istəyir ki, yəni bu xurafalar da hansı ki dinə salınıb da. Nədir xurafalar? İndi sayırım. Çok basit. Ben yani ilk dini konuları araştırmaya daha gençliğimde başladığımızda işte müzik haramdır, resim haramdır gibi görüşlerle kadınlar erkeklerle beraber çalışamaz gözü. İşte zina yapanı taşlayarak öldürmek lazım, dinden dönen öldürülür gibi görüşlere karşılaştım. Bunlar dinden zannediyordum. Fakat sonra bir baktık ki
Kur'an'da bu görüşlerin hiçbirine yer yok. Kur'an dinde zorlama yoktur diyor. Yani bir insan İslam'a göre rahatlıkla ateist de olabilmeni istiyorsa başka görüşü benimseyene ahirette Allah hesabını verir. Biz dünyada kimseyi Yəni eşitdinizsə, dəyərli deyir ki, yəni İslam dinində biri istəsə ateist də ola, biri deist ola, yəni rahatlıqla ola bilər də öz işidir, amma qiyamət günü özü cavab verəcək Allah. Orası elədir. Yəni ki, Allah Subhanahu taala bu dini göndərib və heç kəsi də məcbur etməyib ki, qəbul etməyə. Amma bu hökmlər müsəlmanlara aiddir. Müsəlmanların üzərində əmrdir bunlar, vaciblərdir hansılar ki, Allah Subhanahu taala bu əhkamları Qurani-Kərimdə bizlərə bildirir. Həmçinin onun dediyi o musiqidir və yaxud da şəkil çəkdirməkdir və yaxud da qadın erkək bir yerdə olması və s. Biz inşallah musiqi və bu şəkil məsələsinə ayrıca bir dərs hazırlayacağıq. Orada daha geniş, ətraflı şəkildə cavab verəcəyik. Sadəcə bu bisavadlara demək istəyirəm ki, yəni buradan Elçin bəyə də deyirəm ki, Elçin bəy də diqqətlə dinləsin. Musiqinin haram olması və yaxud da şəklin, surətin haram olmasını Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləmin Qurani-Kərimdə və həmçinin Peyğəmbər sallallahu sünnəsində yüzlərlə hədislərdə, ayətlərdə qeyd olunub. Musiqinin qadağan olunması Allahın kitabındadır. Bu Allah Subhanahu taalanın ayətləridir. Sadəcə bu ayətləri bu şeytanlar öz nəfslərinə uyğun yazırlar. Bunlar bu ayətləri Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabələrə öyrətdiyi və onların təfsiri öyrətdiyi şəkildə onları yazmırlar. Onlara öz nəfslərinə, ağıllarına uyğun yazırlar. Onlar deyirlər ki, Quranda yoxdur musiqi və yaxud da şəklin haram olması. Allah həmd olsun ki, bütün müsəlmanlar, bütün məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bilirlər ki, musiqi haramdır. Və musiqinin dəyəri dinləyəcəm. Mən indi ayəti və yaxud da hədisləri oxumayacağam. Onu inşallah digər dərsimiz sadəcə hər birinizin diqqətini bir şeyə yönəltmək istəyirəm ki, yəni musiqi haramdır. Hətta bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmin sahabelərdən şiddətli şəkildə hədislər, sözlər rivayet olunur. Necə ki İbn Məsud radiyallahu anh deyərdi ki, yağış deyir otu yerdən bitirdiyi kimi musiqidir insanın qəlbində münafiqliyi, ikiyüzlüyü yetişdirir. Musiqiyə qulaq asan insan, dinləyən insan Allahın kitabını dinləyə bilməyəcək. Allah'a zikr edə bilməyəcək. Bunlar hamısı 100%lik olaraq tam isbatını tapmış məsələlərdir, qardaşlar. Yəni siz düşünməyin ki, musiqi kiçik günahdır və yaxud da yüngül günahdır. Musiqi böyük günahların içərisindədir. Qiyamət günü gəldiyi zaman, haramla halal ayrıldığı zaman, batillə halal, doğru olan ayrıldığı zaman musiqi batilin içərisində olacaq, haramın içərisində olacaq. Buradan hər birinizin diqqətini bir şeyə cəlb etmək istəyirəm. İnşallah mən dediyim kimi ayrıca bir dərs keçəcəyik bu barədə. Bu bisavadlar da dinləsinlər. Allah Taala nəyi haram edibsə, Peyğəmbər sallallahu əleyhi və səlləm, buradan Elçin bəyə də deyirəm, yəni diqqətlə dinləyəcəksə dinləyin. Söz demək istəyirəm ki, bir dənə də özünüz dəyərli dinləyicilər, istər bizdə, istər xaricdə, istər Hollywoodda olan müğənnilər olsun, aktyorlar olsun, istəyir kişi, istəyir qadın. Bir dənə onların həyatlarına baxın. Baxın, görün onların içərisində xoşbəxt olanı var. Yəni, Allah həmd olsun. Yəni, girin bizdə olan o müğənnilər olsun, və yaxud da aktyorlar olsun, hansı ki, komediya aktyorları və yaxud da belə aktyor, dram aktyorları. Bir dənə baxın, görün içərisində xoşbəxt olan var. Həyatlarına bir dənə girin, baxın. Verilişlər var da, hamısını çəkib qoyurlar. Hansı durumda qutarıblar, necə olub, Hollywood aktyorlarına baxın, hansı durumdadılar. Ona görə də Allah Taala nəyi haram edibsə, dəyərli dinləyicilər. Allah Subhanahu taala bilir ki, bu insanın ziyanınadır. Peyğəmbər sallallahu əleyhi və səlləm bilir ki, bu insanın ziyanınadır. Bu şeylər insanı məhv edir, insanı bədbəxt edir, insanı həyasız edir. Baxın da, televizoru açın, bir dənə baxın da müğənnilərin durumuna. Hamısı oxuyanlardır da. Baxın da, şeytanın musiqi yoxdur, satanistlərin musiqisi var, rock. Baxın da, dinləyənlərə baxın, rock oxuyanlara baxın, hamısı satanistdir, hamısı Allah'a dalanlardır. Musiqi də, musiqinin növüdür də. Rap oxuyanlara baxın, narkomandır hamısı. Baxın da, istəyir xaricdə olsun, istər belə. Yəni, ibrət almaq üçün məgər azdır belə şeylərə. Vallahi yüzlərlə belə misallar çəkərəm. Biz adi insanlarıq. Var. Biz də bu dövrdə yaşayırıqsa, bu ölkədə yaşayırıqsa, biz də bu internet, sosial şəbəkələrdən istifadə ediriksə,
Sözsüz ki, bu musiqi bizim də qabağımıza çıxır. Avtobusda gedəndə, taksidə gedəndə və yaxud da internet səhifələrinə baxanda çıxır da hər birimizin qabağına çıxır bu şeylər. Lakin bir var sən bu şeyi halal bilirsən qulaq asmağa. Bir də var ki, sən haram bilirsən. Biz haram bilirik onu dinləməyi. Amma çıxa bilər qabağımıza. Minikdə, avtobusda, təyyarədə xahiş edirik, bir dənə aldan oxudun. Bu da alacaq, almayacaq özü bilər. Amma bir də var ki, sən bu işi nə edirsən, halal bilirsən, deyirsən, musiqi qadağan deyil Allahın kitabında. Allahın adından yalan danışırsan sən, bu şeytanlar, bu şarlatanlar. Allahu Ekber. Ona görə də yəni, mən dediyim kimi, bu barədə ayrıca bir dərs keçəcək. Dinləyəcək. Zorla Müslüman yapamayız. Veya bir insanın taşlayarak öldürmesi rejim Kur'an'a aykırı bir uygulama. Kadınların erkeklerle aynı ortamda çalışmasına, eğitim almasına Kur'an'da hiçbir engel yok. Müzikle, resimle ilgili hiçbir yasak yok. Bəs yoxdursa, niyə qadağan olunur bu günün özündə də bir çox hallarda qadın məktəbləri, qız məktəbləri ayrı olsun, kişi məktəbləri ayrı olsun deyə dövlət səviyyəsində, hətta bir avtobusa minəcəkləri təqdirdə biri qabaqdan, biri arxadan minir. Vallahi şöyle bir şey var. Dinen bununla ilgili bir yasak yok. Bu hardan gelir bu yasak? Ama işte din adına böyle bir yasak olmaması lazım. Ama insanlar bunu kendi görüşleriyle ayırıyorsa ayırabilirler. Hani din illa beraber okusunlar da değil. Ama din beraber olmalarını yasaklayan Kur'an'da en ufacık bir unsur yok. Hatta İslami kaynaklara baktığımızda ilk yüzyılda Peygamberimizin mescidinde kadın erkek beraberdi. Hazreti Ayşe... Bəs niyə indi heç bir məscidə qadın? Şeytanın yalandan danışmağına fikir verirsiniz. Bu dinsiz şunası. Deyir ki, Peyğəmbərin zamanında qadın erkək bir yerdə idi. Yalansa Allah sənin dilini qurutsun. Yalansa Allah Subhanahu taala sənin dilini qurutsun. Getmir. Bence gitmesi lazım. Kişi ilə bərabər. Harda gedir? Məsələn, dünyanın bircə məscidində var mı getsin? Vallahi birçok var ya mescitlerde. Daha iyi olan mescitler var ama daha da zor. Mesela Endonezya'da falan ben bakıyorum. Hatta aynı camide, kimi uygulamalarda caminin yarısını kadınlara ayırmışlar şöyle, yarısını erkeklere ayırmışlar. Gayet beraber cami kullanılan. Beraber demək olmaz. Peygamberin döneminin mescidi de böyleydi. Kadınlar erkeklerle beraberdiler mescitte. Hatta Kur'an'da bunun hadislerde bile bununla ilgili birçok aktarım var. Bu çox ciddi məsələdir. Mən eşitməmişdim. Əksinə qalsa, Elçin də bu sualın üstündə durmalı idi. Və doğru da sual verir ki, əgər bu qadağa varsa ya, sən deyirsən ki, bu yasak deyil. Bu yasak deyilsə bu cəmaət niyə yasak edir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründən ta bu günə qədər bütün məzhəblərdə qadın kişi yerləri ayrıdır. Sadəcə bu şarlatanlar qızlarını salırlar kişilərin içinə. Necə özü deyir, Amerikada getdim, apardım qızımı saldım kişilərin məclisinə, kişilərin yerinə. Təsəvvür edin, görün nə gündədir bunlar. Yəni əksinə qalsa bu şeylər. Etməklə bunlar fuhuşa yol açırlar insanlar arasında. Günahlara yol açırlar. Yəni tarix boyu mən özüm elə Sovetin dövrünü görmüşəm deyəni, mən bilirəm ki, avtobusa binəndə kişilər həmişə arxadan minirlər ki, avtobusda kişilər arxada dayanır, qadınlar isə qabaqda dayanır. Bu həmişə belə olur. Qadınlarla kişilərin də tualetləri ayrı olur. Yəni əgər bu bərabərlik eynidir, sonra gedək biz girək qadınların tualetinə də, sənin dediyindən belə çıxır da. Əksinə qalsa bunlar da belədir yəqin ki. Bu şarlatanlar da belədir. Həmçinin dünyanın elə bir yeri yoxdur ki, elə bir nöqtəsi yoxdur ki, elə bir məscidi yoxdur ki, orada qadın kişi ayrı olmasın. Hər bir yerdə nədir? Qadın və kişi yerləri ayrıdır. Elhamdülillah bu Peyğəmbər sallallahu aleyhi ve sellemin zamanından ta bu günə qədər belədir və qiyamətə qədər də belə olacaq. Və qiyamətə qədər də belə olacaq, dəyərli dinləyicilər. İcazə verirsə Həmid müəllimdən bir şey soruşum. Həmid müəllim, söylədikləri mənim üçün bir çoxu yenidir. Ümumiyyətlə, belə bir şey olubmu? Tarixdəmi, reallıqdamı? Görmüsünüzmü ki, qadınlarla kişilər eyni vaxtda, eyni məsciddə dini ibadət eləsinlər? Yəni, bu mümkündürmü? Xristianlıqda... Yəni, dəyərli dinləyicilər, yəni belə bir şey də olmayıb, belə bir şey mümkün də deyil və qiyamətə qədər də belə bir şeylər olmayacaq inşallah. Yəni, bunlar nə qədər özlərini öldürsələr də. Deməli, yazıb orada, birində yazıb ki, professor din fəlsəfəçisi, oğrusunda yazıb ki, Dasen İslam fəlsəfəçisi. Bu İslam fəlsəfəçisi, bu Dasen Emre Dorman. Bir dənə baxın, görün suyu necə içir, dəyərli dinləyicilər, hansı əli ilə içir, bir dənə baxın. İşimiz yoxdur. Əlbəttə, bu ümumiyyətlə... Sol əlinə su içir. Yəni bu hələ bu İslam fəlsəfəçisidir. Bu hələ bilmir ki, suyu sağ əlinə içirlər. İndi düz deyə bilər ki, Quranda yoxdur. Quranda kartof haqqında da heç nə yoxdur. Soğan yemək haqqında da heç nə yoxdur. Yaxşı, o dolar da yemədə. İndi bu bursuna baxın. Dini aidiyyəti olan bir məsələ deyil. Bu bir ənənədir. Yapay zekanın bir din oluşturup Bu bursu soldan içir, bu bursu sağdan içir. Yəni bunları çıxardıblar efirə. Bunlar insanlara
İslam dinindən danışırlar və İslam dinindən ağıl verirlər. Halbuki özlərinə ağıl verilməsidir ya. Allahu akbar. Bir abırsızlıqdır vallahi ki. Dəhşət. Dinləyək. İnşallah gedirik də yavaş-yavaş. Oluşturmaması sonuçta yapay zeka bir din oluştur dersiniz. Burada Eşit müəllim, mən nəyi demək istəyirəm və bu çox ciddi bir məsələdir. Tutaq ki, bugün Azərbaycanda neçə nəfər Elşad Miri kimi düşünür? Bilmirəm. Uzaqbaşı 5 nəfər. 5 nəfər, yəni elə bəllidir də, o özü də videoda qoyub, o Nail Kəmərlinin verilişindən o nədir onun adı? Günahkarı, cənnət cəhənnəmə inkarı. Belələri də bunu dinləyənlər. Bunu dinləyən başqası kim olacaq ki? Hansı bir dindar ona dəstək verə bilər? Ondan Biraz yana daha getməz. fazladır. Daha da- 5 neferden fazlasını biz Elmi Maşallah var, tek başına var, değil. çox ciddi var. Mən də soruşacağam. Misal üçün bir çox ciddilik var İslam dini haqqında. Buxarayı deyirlər, nə deyirlər? Buxari. Adam bəlkə o da bir İslam haqqında bir müəyyən fikirləri var imiş. Öz fikirlərini yazıb, amma bugün onu az qala müqəddəsləşdirib o sistemdən yaşayanlar Bəli, var. doğrudur. Varmı? Bəli. Mən o təhlükədən Amma danışıram. nədir? İndi mən sizə deyim, çox maraqlı bir məqama toxundunuz əslində. Bu günləri çox müasir smartfon istifadə edən Bəli. və yaxud da ən modern maşınları, nəqliyyat vasitələrini istifadə edən şəxs həmin o Buxariyə görə Peyğəmbərin 6 və yaxud da 9 yaşındakı bir qızla evləndiyinə inanır. Şarlatan, bu dinsiz-şünas, cəmaatın maşınına, cəmaatın telefonlarına baxır ki, görüm hansı kim nə istifadə edir, hansı maşında gəzir. Yəni fikir verirsiniz? Yaxud Nobel mükafatı Yox, almış. Xeyr, elə bir şey ola bilərmi? Bu Peyğəmbərə qarşı atılmış ən böyük böhtandır, iftiradır. Qurana da aykırıdır. Qurana da ziddir və Peyğəmbəri Niyə atırlar onda bu aşağılamaq böhtan? deyəcəm indi gəlin universitetdə. Həmin o dissertasiya ilə bağlı bir təhlil, analitik bir yazı da yazıldı. Gələn nəticə o idi ki, bir dənə İbn Hişam adlı bir şəxs çıxır, gedib özünün, üzr istəyirəm tamaşaçılardan da, pedofilliyinə uyğun olaraq belə bir hərəkət eləyir və bu hərəkətini din adı altında insanlar araşdıra bilmədiyinə görə Peyğəmbərin adına çıxır və sonrakı dövrlərdə bu geniş şəkildə yayıldığına görə, vüsət aldığına görə o kitablara yayılır. İndi Yalansa Allah sənə dilvi qurutsun. Yalansa Allah subhanahu teala səni və sənin timsalında olanların dilini qurutsun. Əgər elədirsə. Şeytan İbn Hişam doğulanda İmam Buxari rahimehullah artıq doğulmuşdu. Ondan qabaq öncə yaşamışdı. Və İmam Buxari rahimehullah öz səhih əsərini yazmışdı artıq. Və bu hədis də Həzrəti Ayşənin Peyğəmbər sallallahu əleyhi və səlləmə ərə getməsini Həzrəti Ayşə öz dili ilə deyir. Deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmə 6 yaşında nikahlandım, 9 yaşında isə bir yerdə idim. Və bu ərəb adətində var. Bu şəri bir hökm deyil. Buradan Elçin müəllimə də izah etmək istəyirəm ki, yəni bu şəri bir hökm deyil Elçin müəllim. Bu günləri kimsə gəlib sənə deyə bilməz ki, sən öz qızını verərsən o yaşında. Şəri bir hökm deyil və bu Allahın və Peyğəmbər sallallahu əleyhi və səlləm əmri deyil ki, siz də bu yaşda evlənin. Və belə bir şey deyil. Bu ərəblərin özlərinə xas olan bir adətdir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm həmin dövründə Həzrəti Ayşə ilə evləndiyi zaman onun atası da qeyrətli kişi olub. Əbu Bakır Əs-Siddiq qeyrətli bir insan olub. Evləndiyi zaman və qızını Peyğəmbər sallallahu əleyhi və səlləmə verdiyi zaman heç bir müşrik, yəni bunlardan fərqli ola, gəlib ona etiraz eləmədi ki, sən pedofillik eləyirsən, ya Rasulullah, uşaqbazlıq eləyirsən. Halbuki bu şarlatan, özü gətirdiyi bura Mustafa İslamoğlu və yaxud da bu Caner Taslaman, sonra digərləri var. Bir girin bir dənə baxın Türkiyədə görün onlar haqqında nə? Livadda ittiham olunub həmin o Mustafa İslamoğlu. Oğlan uşaqları ilə livadda ittiham olunub o. Və yaxud da digərləri baxın zinada ittiham olunublar. Bunun yəni kopyaladığı, bunun copy paste elədiyi, bunun müəllimləri bunlardır. Bunun müəllimləri bu halda olduğu halda bu insanların üzərinə istirayadır ki, İbn Hişam belə olub və özünü müdafiə eləmək üçün belə bir kitabın içinə salıb. Yalansa Allah sənə dilvi qorusun. İbn Hişamın bütün əhl-i-sünnə ümməti qəbul edir. Hətta bidət firqələr qəbul edir ki, bir tarixçi kimi. İbn Hişamdan da qabaq İbn İshaq yaşayıb, Saudiya, Məkkəli olub, Mədinəli olub. O da kitabı yazıb. Peyğəmbər sallallahu əleyhi və səlləmin həyatı barəsində və həmin o kitabda da qeyd olunub. Niyə yalan danışırsan? Oxfordda, nə bilim, Harvardda deyirsən, o təsdiq olunub, nə bilim, doktorantura da yazılıb, nə bilim. Onlar da sənin ağlında olanlar da hansı ki, girib onu yazıb, din düşmənləridir də. Yazıblar ki, insanları azdırmaq üçün salam. Dinləyək dəyərli dinləyicilər. Yəni dediyim kimi Həzrəti Ayşənin Peyğəmbər sallallahu əleyhi və səlləmlə evlənməsi bu əhl-i-sünnə mənbələrində möhtəbərdir, səhihdir və burada heç bir eyb yoxdur. Bu şəri bir hökm deyil ki, mütləq siz də evlənməlisiniz. Belə bir şey yoxdur. Mütləq namazdır, mütləq orucdur, mütləq zəkatdır, həcdir. Bunu əmr edir Peyğəmbər Allah Taala. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləmin hər bir yaşlı qadınlarla evlənməsi bu onların özlərinə aid olan bir adət idi və bu onun üçün bir ayıb deyildi. Və heç kəs indiyə kimi ona eyib tutmayıb Peyğəmbər sallallahu əleyhi və səlləm. Və dediyim kimi Allah Rəsulü öz qızını Fatiməni
9 yaşında verib Həzrət Əliyə. Həzrət Əlinin 16 yaşı var idi evləndirəndə. Və yaxud da digər qızlarını Peyğəmbər sallallahu eyni yaşda verib. Və yaxud da biz götürək nə qədər ölkələr var ki, hansı ki orada yaş hədləri 9, 12, 14 olub. 14 bu günləri gəlib çatıb artıq 16, 18 yaşa qədər. Amma əvvəllər bunlar tez idi. Digər məsələyə. Biz Buxarıya toz qondurmuruq ki, Buxarının yazdıqları doğrudur. Qardaş, bu Buxarıya toz qondurmursa, amma Peyğəmbər aşağılayırsan. Bircə saniyə. İndi gələn məsələn digər tərəfindən. Bəlkə həqiqətən Buxarının özünə də böhtan atılır. Məsələn, Buxarı Peyğəmbərdən yaşayıb deyək ki, 230 il sonra onun yazdığı hər hansısa bir əl yazma, tələbəsinin yazdığı, tələbəsinin yazdığı gəlib günümüzə çıxıbmı? Xeyr. Nə vaxt çıxıb? Onun özünün ölümündən də 470 il sonra. Bu nə şeytan adamdır. Bu dünən yediyini bilmir, nə danışır. Vallahi ki, bəlkə də bundan əvvəlki dərslərdə biz İmam Buxari rahimehullah haqqında danışmışıq. Və İmam Buxari rahimehullah əhl-i sünnə üçün möhtəbər alimlərdəndir. Lakin biz onu müqəddəs saymırıq. Biz onu günahkar, yəni necə ki digər Adəm övladları günahkar olduğu kimi onu da günahkar sayırıq. İnsandır, bəşər övladıdır və salam. Sadəcə Allah Subhanahu taala ona bu neməti bəxş edib ki, o əhl-i sünnətin Peyğəmbər sallallahu hədislərini qoruyub yığıb bir yerə və onun kitabı bu günləri Allahın kitabından sonra möhtəbər kitablardan sayılır. Və İmam Buxari rahimehullah bu şarlatan, yəni hələ rəqəmi düz seçə bilmir də. 400 ildə deyib sonra ki, Peyğəmbər sallallahu 400 il sonra, ya Buxaridən sonra 400 il sonra yazılıb bu kitab. Bir rivayətdə bir yerdə danışır 500 il, indi burada deyir 470 il. Ağzına gələn rəqəmləri danışır da və Əl-Yunini adlı birinin adını çəkir. Əl-Yunini dəyərli dinləyicilər, biz bu arada geniş danışmışıq. Yəni Səhih Buxaridə bəzi səhvlərin düzəlişləri üzərində işləyib. O kitabı toplamayıb. Yalançı bilir ki, yalançı özü də bilir ki, İmam Buxari rahimehullahın kitabı Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra 200 il sonra yazılıb. Hətta daş ondan da aşağıdır. Ki və həmin o əl yazmalar bu gün də mövcuddur. İstəyir Misirdə olsun, istəyir İstanbulda olsun və yaxud da digər ərəb ölkələrində mövcuddur yazılar. Elhamdülillah. Və bu barədə də bir danışmışıq. Sadəcə insanları aldatmaq üçün, insanları dediyimiz kimi deizmə, ateizmə sürüklənmək üçün həmişə çıxır standart proqramı ilə eyni şeyləri də danışır. Və yığıb indi ətrafında o şeytanları, eyni özü ağlında olanları dindən danışırlar. Elçin bəy, Allah sizə hidayət versin. Gələn dəfə efirlərə çıxardanda, yəni Allahın dinini bilənləri çıxardın. Heç olmasa Allahın dinini doğru bir məlumat versinlər insanlara. Vallahi ki, bu şeyləri, bu şeytanları çıxardınız efirə, kimlərisə azdıracaqlar, onun günahı sizə də gələcək. Qiyamət günü ona görə cavab verəcəksiniz Allah. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.